Bizim Qazağımızın, Akstafamızın, nəinki Qazağın, Akstafanın, Azərbaycanımızın canlı əfsanəsi Ramiz müəllim. Ramiz müəllim, gənclərə nə tövsiyə edərsiniz? Mənim gənclərə məsləhətim odur ki, gənclər ata-ananın sözünə baxsın. Gənclər böyük-kiçik münasibətlərini qorusun, saxlasın. Gənclər elmin dalından geçsin. Elmi mənbələrə arxalansın. Elmlə yüksəlmək lazımdır. Mənim gənclərə məsləhətim odur ki, müəllimlərinə, müəllimələrinə, ağsaqqallarına hörmət, izzət bəsləsin. İstər marşrutda, istər harda olursun, xeyirdə, şərdə. Və mən o vətəndaşları sevirəm, o cavanları sevirəm ki, bizim Azərbaycan xalqının başını uca tutsunlar, bizim bayrağımızı yüksəklərə qaldırsınlar, himnimizi çaldırsınlar. Onlar Azərbaycanı təmsil edəndə yaxşı təmsil eləsinlər ki, oturuş duruşları, elmdə, savadda bilinsin ki, bu Azərbaycanlıdır. Mən onlara can sağlığı, uzun ömür, nə arzu diləkləri var, Allah razı olsun. onu arzu eləyirəm. Şəhidlərimizi də unutmasınlar. Allah şəhidlərə rəhmət